gün dəyərli şagirdlər, kimya 8-ci sinif 2-ci bölmə, yəni kimya və rabitə bölməsinin ümumiləşdirici tapşırıqlarının kitabdakı tapşırıqların video həllinə baxaq bərabər. Bismillah deməli, birinci sualımızda bir qəşəng bir cədvəl verir bizə və fikirlər verib. Deyir ki, bu fikirlərin hansı doğrudur, hansı da yanlışdır. Aha. Bizə deyir ki, natrium atomu rabitə əmələ gətirdikdə bir elektron almaqla öz xarici elektron təbəqəsinin neon atomunun elektron təbəqəsinə bənzədir. Yanlış fikirdir. Niyə? Çünki natriumun əgər 11-ci elementdirsə, bu nə deməkdir? Bu natriumun 11 dənə protonu var deməkdir. Əgər natrium atomundan söhbət edirsə, baxın natrium atomu. Atomda proton sayı elektron sayına bərabərdir. Yəni bunun elektron sayı da 11 dənədir. Bu indi öz xarici elektron təbəqəsini neona, yəni 10-cu elementə, yəni 10 dənə elektronu olan elementə bənzətmək istəyirsə, bu bir elektron almalı deyil. Bir elektron verməlidir. Ona görə bu fikir yanlışdır. Bura bir x qoyacaq. Sonra azot atomu 2 hidrogen atomu ilə birləşərək xarici elektron təbəqəsinə uyğun təsirsiz qazın elektron təbəqəsinə bənzədir. Bu fikir də yanlışdır. Niyə? Çünki azot 5-ci qrup elementidir. Dəyərli şagirdlər, 5A qrupunun elementlərində elektron sonluğu 5A qrupu. Elektron sonluğu bu şəkildə qutarır. NS2, NP3. Dəyərlər S-ə görə bir orbitalımız var, içində 2 elektron var. P-yə görə 3 orbitalımız var, içərisində də 3 dənə tək elektron var. Mən hər tək elektronlara bir dənə nöqtə ilə, cüt elektronlarda bir dənə 2 nöqtə ilə ifadə eləsəm. Baxın, azot, 2 dənə burada nöqtəsi var, 3 dənə də tək nöqtəsi var. Azotun xarici elektron təbəqəsini 8 elektronlu quruluşa çevirmək üçün nəyə ehtiyac var? 3 dənə elektrona ehtiyac var ki, 3 dənə elektron ya kimsə buna versin, ya da ki, kimsə bundan şərikini işlətsin. Hər hidrogəndə, hidrogen 1A qrupunun elementidir. Baxın, hidrogenimiz 1A qrupunun elementi olduğuna görə bunun elektron sonluğu 1s1-dir. Yəni, bir orbital var, içərisində də 1 elektron var. Hidrogenin xəyalları nədir? Hidrogen dublet olmağa çalışır. Yəni, xarici elektron təbəqəsini 2 elektronlu eləməyə çalışır. Yəni, baxın, bu quruluşu əldə eləməyə çalışır. Yəni, əgər mən buna 1 nöqtə desəm, buna 2 nöqtə deyəcəm. Yəni, bunu hidrogenin arzularıdır belə deyək. Hidrogen gəlir, baxın, bir hidrogen gəlir öz tək elektronunu, bu qırmızı elektron hidrogen elektronudur və azotla şərikinə istifadə edir. Deyir ki, qardaşlar, bu elektronlar yoxdur. Bu həm sənə aid olsun, həm mənə aid olsun. Hərimiz bir şərikinə elektron verək. Həmçinin bu hidrogen də eyni şey deyil, burada da bir hidrogen gəlir, eyni şey deyil. Qısası gördüyünüz kimi, azotun xarici elektron təbəqəsində 5 elektron olduğundan və bu da xarici elektron təbəqəsini 8-ə tamamlamaq istədiyindən bunun 3 elektrona ehtiyacı var. Ona görə də 3 hidrogeni öz ətrafında toplayacaq. Yəni, bu fikir də qısası doğru fikir deyildir. Bu fikir də yanlış fikirdir. Çünki bizə deyir ki, 2 dənə hidrogen atomu, bu yanlış fikirdir. Keçək C-də olan ion rabitəsi müxtəlif əks yüklü ionlar arasında yaranır. Bu doğru fikir idi. Məsələn, natrium xlor. Baxın, ion rabitəli bu maddədə natrium müsbət yüklü iondur və xlor da mənfi yüklü iondur. Bunların arasında yaranmış bu rabitəyə də biz ion rabitəsi deyəcəyik. Bu doğru fikir idi. Kükürt və oksigen atomları kovalent rabitə əmələ gətirməklə birləşir. Bu da doğru fikirdir. Niyə? Dəyərli dostlar, kovalent rabitə dedikdə ümumiyyətlə kovalent rabitə nə nəzərdə tutulacaq? Kovalent rabitə qeyri-metal və qeyri-metal arasında yaranmış rabitəyə deyəcəyik. Kükürt də qeyri-metaldır, oksigen də qeyri-metal. Deməli, bunlar arasında yaranmış rabitə kovalent rabitə də doğru fikirdir. Sonra hidrogen və flor atomlar birləşdikdə onların arasında 2 kovalent rabitə əmələ gəlir. Dəyərli dostlar, bu fikir yanlış fikirdir. Niyə? Gəlin onu isbatını eləyək. Dəyərli dostlar, hidrogenin bir tək elektronu var. Florun da, flor 7-ci qrup elementidir. 7-ci qrup elementi nə deməkdir? Bunun xarici elektron təbəqəsində 7 elektron var. Amma bu 8 elektronlu quruluş əldə etmək istəyir. Ona görə də bunun 1 elektrona ehtiyacı var. Yəni, bu flor 1, 2, 3, 4, 5, 6, 7 elektronu var. Qısası, biz bunları yan-yana yazdıqda bu quruluşu əldə eləmiş olacaq. İndi hər iki atom arasında olan bu 2 dənə elektronu, 2 dənə nöqtəni bir düz xətlə əvəz eləsək, hidrogen, xət, flor. Bu şəkildə bir birləşmə alacaq. Gördüyünüz kimi, bunlar bir dənə kovalent rabitə ilə bir-birinə birləşmiş oldular. 2 dənə kovalent rabitə ilə deyil. Keçək növbətdə tapşırığımıza dəyərlər. Bizə bir anagram verib, deyir ki, anaqramı tamamlayın və dəftərinizə yazın. Tamam, bunu da tamamlayaq. Dəyərli şagirdlər, burada gördüyünüz olacaq kovalent. Sonra burada olacaq oktet. Sonra burada olacaq ion rabitəsi. Burada olacaq polyar. Və bu da kation. Bu şəkildə tamamlanacaq. Keçək növbəti tapşırığımıza dəyərlər.
Növbət tapşırığımızda bizə deməli qəşəng sxemlər verib. Dövrü cədvəldə elementlərin atom nömrələrini götürməklə H-xlor molekulunun elektron sxemini dəftərinizə tamamlayın. Dəyərli dostlar, H flördədir. Yəni bu gördüyünüz hidrogendir, bu flördür. Niyə bu qənaətə gəldim? Dostlar, hidrogen birinci elementdir. Yəni bir dənə bunun 1s1 görürsüz. Birinci, yalnız bir elektron təbəqəsi var. Baxın, S-in qabağındakı bu bir göstərir ki, bunun bir elektron təbəqəsi var. Və bu bir elektron təbəqəsində də bir elektron var. Baxın, S-in üstündə də bir var. Yəni qısası bunun bir elektron təbəqəsi və bir elektron olacaq. Mən hidrogen elektronu bu qırmızı ilə işarətlədim. Sonra keçək flora. Flor, dəyərli dostlar, 9-cu elementdir. 9-cu elementin elektron konfigurasiyası da daha doğrusu xlordan söhbət edilmiş. Bağışlayın, mən flor yazdım, xlor imiş bu. Xlor da 17-ci elementdir. Dəyərlər, 17-ci elementin elektron konfigurasiyası da bu şəkildədir. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Mən bunu mavi rənglə təsvir edəcəm. Dəyərli dostlar, görürsünüz, birinci energetik səviyyədə 2 elektron var. Baxın, mən bura 2 dənə elektron yazdım. İkinci energetik səviyyədə cəmi 8 elektron var. Yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8. İkinci təbəqədə tamamlandı. Sonuncu təbəqədə 7 elektron olacaq. O 7 elektronun, baxın, birini burada yazıram ki, hidrogenlə qoşalaşsın. Digərlərində 2, 3, 4, 5, 6, 7. Bu şəkildə yazacağım. Qısası sxem gördüyünüz şəkildə olmuş olacaq. Sonra bizə nə deyir? Litium 2s birləşməsi haqqında aşağıdakı tapşırıqları tamamlayın. Litium və kükürdün iyonlarının yükünü müəyyənləşdirin. Dəyərli dostlar, litium birinci qrup elementidir. Yəni onun daha doğrusu üçüncü elementdir. Gəlin baxaq, litium üçüncü elementdir. Üçüncü element olması 1s2, 2s1 anlamına gəlir və biz buradan nə görürük? Görürük ki, litium 1A qrupunun elementlərindəndir. Birinci qrup, ikinci dövrün elementidir. Hardan tapdım bunun birinci qrup olduğunu? Son S-in qüvvətinə baxın, 1-ə bərabərdir. Bu oldu birinci qrup. Ümumiyyətlə, birinci qrup elementlərinin sonluğu NS1 şəklində qurtarır. Hamısı S1, S1 şəklində qurtarır. Dəyərli dostlar, indi biz burada nə görürük? Görürük ki, litium birinci qrup elementidir. Və litium dublet olması üçün, yəni bu quruluş əldə etməsi üçün bu bir dənə elektronu atmalıdır qırağa. Bu bir elektronu qırağa atırsa, yükü olacaq müsbət 1. Sonra gələm kükürt. Kükürt misalındadır. Kükürt deməli 6A yarım qrupuna aiddir. 6A qrupu. 6A qrupunda elektron sonluğu NS2NP4-dür. Dəyərli dostlar, 2 dənə elektrona ehtiyacı var ki, bunun 8 elektronlu quruluş əldə etsin. Yəni o əgər 2 elektron alacaqsa, olacaq, baxın 2 elektron alandan sonra elektron mənfi bir şeydir. Yükü olacaq mənfi 2. İndi dəyərli dostlar, bu gördüyünüz yükləri litiumun üstünə müsbət 1, kükürdün üstünə də mənfi 2 var. Bunu ayaqlara çarpaz göndəririk. Bura 2, bura 1 düşübdür. 2 bir indeksi yazılmış. Sadəcə yazdım ki, belə biləsiniz. Bu birinci metod. Bir də uşaqlar, litium 2s-in özünə diqqət eləmək lazımdır. Litium 2s, deməli, əgər ümumiyyətlə iyonların yükü çarpaz olaraq indekslərə göndərilibsə, onu geri qaytaranda çarpaz qaytarmaq lazımdır. Yəni, bura 2, bu gördüyünüz 1-i də geri qaytarmaq lazımdır. Bura qaytarmaq lazımdır. Sadəcə, bu metaldır. Bu isə qeyri-metaldır və dəyərli dostlar, metalla qeyri-metal arasında yaranmış rabitə də iyon rabitəsidir. İyon rabitədə də metal olacaq müsbət yüklü, qeyri-metal olacaq mənfi yüklü. Yəni, istəsəniz bu metodla da gedə bilərsiniz, istəsəniz bu yuxarıdakı göstərdiyimiz metodla da gedə bilərsiniz. Sizə qalmış keyfiniz nə istəyir, onu da elə bilərsiniz. Sonra mənə nə deyir? İkinci sual deyir ki, litium və kükürt iyonlarının elektron formullarını yazın. Dəyərli dostlar, litium və kükürt iyonlarının dedi, baxın. Atom demədi, iyonlar dedi. Gəlin, bu iyon nə deməkdir? Niyə mən xüsusən bunu vuruladım ki, iyon dedi, atom demədi? Dəyərli dostlar, öncəliklə baxaq. Deməli, litium dediyimiz üçüncü element idi. Yəni, 1s2, 2s1 idi. Və bunun dublet olması üçün, baxın, 2s1-i tullaması lazım idi. Bitdi. Litium iyonunun, yəni litium müsbət, bu iyonun elektron konfigurasiyası bu şəkildə oldu. Sonra kükürt 16-cı elementdir. Bu elektron konfigurasiyası 1s2, 2s2, 2p6, 3s2, 3p4 bu şəkildədir. Bunun oktet olması üçün, yəni 8 elektronlu quruluş əldə etməsi üçün 2 elektrona ehtiyacı var. Dəyərli dostlar, 2 elektrona ehtiyacı varsa, bunun xarici elektron təbəqəsi 2 elektron da baxın, bunun üzərinə 2 elektron da əgər əlavə eləsək, vəziyyət necə olacaq? 3s2, 3p6 şəklində olacaq. Yəni artıq son göstərdiyimiz, yəni bunu yazsaq yerinə 2 mənfi
kükürd 2 mənfi iyonun elektron konfigurasiyasıdır. Sonra bizə deyir, atomun xarici elektron təbəqəsi kükürd atomunun xarici elektron təbəqəsi kükürd iyonuna müvafiq təbəqəsinə bənzəyən təsiz qazı müəyyənləşdirin və aşağıdakı elektron sxemini dəftərinizə tamamlayın. Yəqin ki, söhbət bu təsirsiz qazın elektron formulunu deməli yazmağımız lazımdır və bu sxemi ona əsasən tamamlamaq lazımdır. Dəyərli dostlar, kükürd 16-cı elementdir. Özünə ən yaxın olan təsirsiz qaza, yəni 18-ci elementə bənzətmək istəyəcək özünü. 18-ci elementimizdə, baxın, təsirsiz qazları yazıram sizin üçün. Helium, neon, argon, kripton, ksenon, radon bu şəkildədir. Helium 2-ci elementdir. Bu gördüyünüz 10-cu, bu gördüyünüz 18-ci elementdir. Məhz argona oxşatmağa çalışır özünü. Argon da 18-ci elementdirsə, baxın 18-ci elementin də elektron konfigurasiyası 18. Bu şəkildə olur. 1s2, 2s2, 2p6, 3s2, 3p6. Argonun elektron konfigurasiyası budur. Baxın, birinci təbəqədə 2 elektron. Mən bu 2 elektronu ilk təbəqəyə yazdım. İkinci təbəqədə 8 elektron var. Yazıram 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu şəkildə yazdıq. Sonuncu təbəqədə də 8 elektron var. Yenə də yazırıq 1, 2, 3, 4, 5, 6, 7, 8. Bu şəkildə yazmış olacağıq dəyərlilər.